Ben Frankfurt'tan geliyorum, Almanya'dan. Niye Doktor Aliyev'e geldim? Anar Aliyev'e güvendiğim için iyi bir tedavi bekliyorum. İnşallah. Benim güvencemi aldı. Bence çok güzel bir diyagnoz yapabilecek. Ondan geldim. Almanya'da neden gitmedin? Almanya'ya doktora gitmedim çünkü bekleme süresi çok uzun. Burada 2 gün içinde böyle bir termin almam benim için çok faydalı ondan. Evet. Ben nereden buldum? Beni arkadaşlar seni tavsiye etti Doktor Bey. Ondan direkt aileden hanım bizim Azerbaycanlı olduğu için Maşallah. ekstra sana yönlendirdiler beni. Kerem kardeşim Almanya'da yaşıyor ve qeyd ettiği kimi mədəsində problemler var. Evet. İnşallah indi endoskopiya edib bu problemləri bilərik və müalicəsinə məşğul olaraq. Dediyinə əsasən orada endoskopiya növbəsinə yaz almaq, bəzən 3 ay, 6 ay çəkir. Azəri həkimlər çox güvənli, şükürlər olsun. Evet. Yəni daha səmimi, mənim fikrimcə, yəni gələn Avropadan olan pasiyentlər hamısı deyir ki, orada həkimlər sizin kimi yəni səmimi deyirlər, bizdən hətta danışmaq belə istəmirlər. Doğru. Yəni onların qəbuluna düşmək çox böyük bir problemlər olmuş. Evet. Yəni kim istəyir, şükürlər olsun, gəlsin, baxaq, faydasını alsın Allahın izniyle gedə bilər.